Salam, xoş gördük. Dəyərli Hürriyyət TV, eləcə də Ulu TV izləyiciləri. Hər kəsi salamlayıram, hər kəsə xoş yayım arzulayıram. İlk öncə çatda olan hər birinizi birər-birə salamlayıram, xoş yayım arzulayıram. Eləcə də bundan sonra qoşulacaq dostlarımın hər birini salamlayıram. Və çağırışımı edirəm, dostlar, bəyənməni paylaşmağı unutmayaq. Neyniyək ki, bizim işimiz bundan keçir. YouTube-un qaydaları belədir. Yəni kimsə əlində pult yoxdur, fırlaya baxa görə ki, televizorda baxım görüm, xoşuma gələn verilişsə baxım, gəlməyənsə baxım. Bu belə deyil. YouTube-un biraz şərtləri fərqlidir. YouTube deyir ki, mütləq bəyənmə olmalıdır, səni bəyənməlidirlər, naturada göstərməlidirlər, paylaşmalıdırlar. Baxmayaraq ki, YouTube əslində özü bunu paylaşmalıdır. Çünki YouTube-un da burada marağı var ki, orada reklamlar üzərindən kifayət qədər ciddi pullar qazanır. Və yeni bir şey də çıxartdı ki, mütləq çoxlu komment yazılmalıdır. Yəni veriliş boyda, verilişdən sonra da mütləq burada kommentlər yazılmalıdır ki, YouTube görsün ki, həqiqətən bu adamlar hamısı sənin yayımına baxırlar. Çünki mən bir neçə dəfə bu məsələni təkrarlamışam. Dələduzlar, dostlar, belə metodlardan istifadə edirlər. Yəni xalqın pulunu talayırlar, varlanırlar. Ondan sonra gerçək mətbuatı ortadan qaldırmaq üçün, çıxartmaq üçün həmin pullardan istifadə edirlər. Dünənlərim xatırlayırsınız, mən açıqladım təxminən bir 20-25, bəlkə də məndə olan məlumatlar 50-yə yaxın sayt var ki, bu dələduzlarla işləyir dostlar. Bu dələduzlar da zaman gələndə onlara verilən tapşırığı qeyri-şəxsiz həyata keçirdirlər. Bunun üçün də güclü olmaları lazımdır. Güclü olmaları üçün də yaxşı maliyyə xərcləməlidirlər. Və bunları alternativ olanları da vurub sıradan çıxartmalılar. Yəni bizləri, bu kasıb deyək də, biz qaralarıq, onlar ağlardılar. Amma əslində onların üzü qaradır, bizim üzümüz ağdır. Fərqimiz bundadır. Xalqın, dövlətin pulu mənimsəməklə kişi olurlar. Bizlər isə haqsızın haqqını müdafiə elədiyimizə görə kişi sayılırıq, üzümüz ağ olur. Bu baxımdan bizim aramızdakı fərq tamamilə əks istiqamətdədir. Bir-birimizə yaxın da deyirik biz. Amma şeytan öz işini görməkdədir. Adamlar varlanırlar, pullanırlar. Ondan sonra bizim kimi adamları sıradan çıxartmaq üçün əlimizdə olan jurnalistlərimizi yüksək məbləğ qarşılığında açdıqları saytlara və yaxud da hansısa bir qurumlara dəvət edirlər. Nəticədə bizim kimi qurumlar yavaş-yavaş tədricən sıradan çıxır. Amma çox təəssüf ki, hökumət də bu məsələdə ayıq-sayıq tərpənmir. Mən dəfələrlə təqdir eləmişəm bizim Media İnkişaf Fondunun yaradılması ilə bağlı hökumətin bu siyasətini. Niyə? Bu o demək deyil ki, bizə müəyyən yardım eləyirlər ona görə. Yox. Deməli, Danimarkada belə bir fond var. Media İnkişaf Fondu, bizdəki kimi. Dövlət tərəfindən bütün saytlar, qəzetlər maliyyələşdirilir. Hələ o vaxtı bizimkilər Danimarkaya gəzməyə gedəndə, onların işi ilə tanış olanda, yəni bizim Çivdefe keçmiş. Oradan bir qəzet gətirmişdi. Orada müsahibə var idi. Onların icraçı direktorlarının müsahibəsi və orada bir sual var idi. Sualda deyirdi ki, siz dövlət olaraq mətbuat orqanlarını maliyyələşdirməklə onların hüquq və azadlıqlarını əlindən almırsınızmı ki? Belə bir sual qoymuşdu. O demişdi ki, yox. Demişdi, onda bəs nə məqsədlə yardım verirsiniz siz mətbuatı saxlamağa? Sizin nə marağınız var ki, ölkədə azad mətbuata dəstək verirsiniz, maliyyə yardım verirsiniz? Çox gözəl bir söz demişdi. Demişdi, bizim qonşumuz Almanlardır. Kifayət qədər pulludurlar. Əgər biz bugün öz mediamıza sahib çıxa bilməyəcəksə, sabah Almanlar bizim mediamıza sahib çıxacaqlar. Media çox böyük gücdür, dostlar. Ona görə 4-cü hakimiyyət deyirlər. Yəni, ictimai rəyi formalaşdıra biləcək bir gücdür, bir hakimiyyətdir. Məsələn, tutalım ki, bu günlərin bizim verilişlərimiz 10 milyonlarla baxışı var. 10 milyon. Tutalım, mən indi bayaq baxıram, mənim bir sosialla bağlı, ətlə bağlı verdiyim TikTok'un üzərində təxminən 200 minə yaxınlaşıb artıq. Ciddi bir rəqəmdir. Aylıq baxış sayılarına baxanda təxminən bir neçə milyon, 3 milyon, 4 milyona yaxın baxış olur. Eləcə də bizim YouTube üzərindən aylıq baxışlarımıza baxanda 3 milyon 200 min baxış var. Yəni bu çox ciddi bir rəqəmdir. Bunu hökumət də görür. Yəni təsəvvür edin ki, biz 3 milyon adama təsir edirik. 3 milyon adamı biz yönləndirə bilərik. Fikrim çatır, yəni dövlət bunu nəzərə alır. Təsəvvür edin ki, hökumət maliyyələşdirmir və bugün Abdullah TV kimi və bugün Adnan Əhmədzadənin maliyyələşdirdiyi saytlar kimi başqasına işləyirik biz. Nə baş verir onda ölkədə?
Qarabağ müharibəsi başlayanda Azərbaycan mətbuatının yeşdil olması, bir olması bizi çox şeydən qorudu. Halbuki həmin dönəmdə bu məsələdə yeşdil olmasaydı ölkədə ciddi xaos yaranacaqdı. Həbslər bir yandan, toqquşmalar bir yandan və burada artıq nəticədə nə baş verəcək? Müharibə öz müsbət həllini tapmayacaqdı. Yəni işğalçını biz qovalaya bilməyəcəyik. Mətbuat çox önəmli bir sahədir dostlar. Ona görə hər kəs mətbuat üzərində hakim olmağa çalışır. Kimin əlində mediası var, o adam həm belə də hakimiyyətdə olur, həm də dördüncü hakimiyyətdə təmsil olunur. Ona görə də bizləri qoruyub saxlamaq sizin boynunuzun borcudur. Sizin vətəndaş olaraq vəzifə borcunuzdur. Çünki biz azad mediayıq. Bizim gücümüz çatan qədər biz çalışırıq ki, vətəndaşımıza, dövlətimizə dəstək olaq. Hakimiyyətimizə yox, dövlətimizə dəstək olaq. Hakimiyyətlə dövləti ayrı eləməyəndə xahiş edirəm, bu kommentdə boş-boş şeylər yazıb eləməsinlər. Bəzən görürsən, qarışdırırlar, ağızlarına gələn danışırlar orada. Biz dövlətimizin yanındayıq və bizi də qorumaq sizin borcunuzdur. Vətəndaşın, bizim dinləyicinin borcudur. Mən AzTV deyirəm ki, rahat şəkildə çıxam Sputnik'a, illik 200-300 min, bilmirəm, bir neçə milyon mu ödəyəm Sputnik'a, oturasınız evdə pultu gecə fırlada, baxasınız ki, Vüqar Tofiqoğlu'nun efiri var, yoxdur. Və yaxud da Vüqar Tofiqo efirdə nə danışır? Yox. Bizi ancaq bu cür yaymaq lazımdır. Bəyənmək, paylaşmaq, ondan sonra çoxlu şərh yazmaq. İndi Faiq bəy, burada bəzi şeylər var. O maşenniklər ki var ha, həmin o pul yığanlar, onlar nə edirlər? Onlar gedirlər, YouTube artıq bunları bilir. YouTube da çox üzr istəyirəm, özünü qoyub tülkülüyə, güya heç nə xəbəri yoxdur. YouTube'un özünün alqı-satqı yeri var, belə şeylər satırlar. Bu kommenti də satırlar, bəyənmə işarəsini də satırlar, canlı yayımı da satırlar. Beləcə hamısını satırlar. Məsələn, girirsən ayda 2000-3000 manat pul ödəməklə, hər gün sənin canlında baxsan 3000-3500 canlında adam olur. Bu da təbii ki, 3500 orada göstərilirsə, sən də bir vətəndaş olaraq YouTube'da belə gəzişəndə baxırsan ki, Vüqar Tofiqoğlu kimdirsə danışır, 3500 adam baxır və sən maraqlanırsan, girim görüm bu nə danışır orada. Əgər 10 nəfərdən biri artıq sənin müştərinə çevrilirsə, seyircinə çevrilirsə, əla. Ona görə belə güclənirlər. Bu media türk girdi bu bazara ha birdən-birə. Nə ilə girdi? Cavanşir Feyziyevin şeyidir. Dərman mafiyasının başında duran adamlar. Türk yaratdılar, bir dənə kanal yaratdılar, ondan sonra pulu xərclədilər. Canlı yayımlar 5000, 6000 müharibə dönəmində. Belə populyar, yəni bu cür populyarlaşdırırlar. Bizim indi o imkanlarımız yoxdur. Saxta yollarla, əyri yollarla biz gəlib populyarlaşdırırıq. Bizim də dəstəkçimiz siz olmalısınız. Ona görə də siz dəstək verməlisiniz ki, biz qalxa bilək.